Avto Import Baku şirkəti tərəfindən ölkəyə ixal olunmuş növbəti BMW i5. Çin Respublikasından ixal olunub, tam olaraq vuruqsuz, qəzasız və problemsiz vəziyyətdə, demək olar ki, yeni 2024-cü il və cəmsi 12.000 kilometr yürüş. Bugün dekabrın 23-dür və gömrük rəsmiləşdirilməsi zamanı güzəştlərin başa çatmasına son bir neçə gün qalıb. Buna baxmayaraq biz avtomobilləri söz verdiyimiz vaxtda gətirib sahiblərinə təhvil verdik. Qara rəng, kərpiç rəng salonla təchiz olunmuş, panoramik şüşə ilə cəmsi 12.000 kilometr yürüş BMW i5. Baxmayaraq ki, bu avtomobil sıraya qoyulmuşdu. Biz bunu vaxtında gətirib çatdırdıq. 30% şarjla gəlib. Yəni bu da gömrük zamanı avtomobilin hərəkət etməsinə icazə verir və zavod M paketdir. Avtomobilin digər hissələrini sizə göstərək. Nəzərinizə çatdıraq ki, bu Çində zavod M paketinin diskləridir. Disklər dəyişərək R20 düymlə əvəz olunacaqdır. Xeyirli uğurlu olsun.